evdən çıxanda heç burulğana düşürsüz? Olur, bəzən küləkli havada əlbəttə ki, hər bir digər sakinlər kimi, digər vətəndaşlar kimi biz də elə bir hallarla Amma köhnə qarşılaşırıq. evlərə qonaq gedəndə bu olmur. Çünki samavar effekti yaratmışıq. Əslində biz bu yeni tikililərdə buraxdığımız nöqsanlar ucbatından əslində bütün şəhər bu dəqiqə samavar effekti, yəni küləyin burulğan kimi fırlanması. Əslində yeni tikililərin elə bu şəhərin çirklənməsində o MTK-ların da rolu az deyil. Bunu qeyd etmək lazımdır. O MTK-lar ki, o MTK-lar texniki təhlükəsizlik qaydalarına Bəli. əməl etmirlər. Bir çox məqamlarda Elə bayaq özünüz şəhərin dediniz, Amay Ticarət Mərkəzi illərdir durur, amma üstündən daş qopub insanın başına düşübdür. Bəs oranın MTK-sı ona necə nəzarət edir? Hansı suallara? Ancaq bilirsiniz, həm bələdiyyələrimiz, həm MTK-larımız ancaq pul yığırlar. Doğrudur, onların hüququdur pul yığmaq, bir şey demirik, amma bunun müqabilində işləmək də lazımdır. Ümid eləyək ki, işlər olacaq və sizi kimi də hamımız nikbin ola bilək. Sizə uğurlar arzulayıram və arxanızdakı fon kimi şəhərimiz həmişə aydın olsun və aydınlıq içində olaq.